aşağısı mol var. İçərini qəribə bir yer, içərini göstərəcəm sizə. Bütün prosedurda keçmişəm elə. Burada duty free var, mol var. Montblanc, Into. İçəridə qəribə yerlər var belə. Vaxtım çox var. Deməli saat 2:20-dir. Deməli təxmini 2 saat 20 dəqiqə falan var. 2 saat 20 dəqiqə ilk burada turanı buralara. Baxıram görüm içəridə var, maraqlı şeylər var, göstərərəm. Guys, burada qiymətlər avronun yanında. Solo traveling bilməm, maybe tək maraqlı olardı, amma bu yaşım belə çox olmasaydı, bu həyat üçün olmasaydı, gücünü bir şey olsaydı maraqlı olardı tək etməyə, amma belə adam sıxılır. Məsələn, 2 saat burada mən neyəcəm? Adil olsaydı, ardından burada çardaq burada gəlib hər yerə baxardıq. Görək nələr var da içəridə, hələ fırlanam içəri. Bir də heç mi olmasının ən pis səbəbi şeydir. Sonkanın yanında duracaq ismi yoxdur. Özünə görə belə sürüd deyəsən ancaq. Qabaqda məsələn birdən qəribə spot gördüm. Dedim görüm orada nə var maraqlı. Burada böyle bir yer tapdım, koydum buraya. Deməli içəridə zərə koydum. Birazdan bundan faydalanacağım və kitabımızın davamını oxuya bilərik. Bir yarım saat bunu oxuyacağım. Böyütmən sonra yenə araşdırma edəcəm. Bir de burada heç mi yoxdur, rahat danışıram. Yəni vlog yoxsam adı çoxdur əslində. Mən də bilməm nə indirəm. Heç kitab oxuya bilmədim. Onu getdim, Alizadənin manasını blok etdim. Evimdən video çəkdim. Telefonumu sakit olmalıda gözləyirəm. 86-90 olsun ki, rahat vlog çəkə bilim. Mahnə qulası bilim. Gedik. Belə elə mənə maraqlı gəldi. İçinə çox oturub evləm. Even girdi, yazıb uzanan adamlar var idi. Heç yoxum yoxdur, yəni maraqlı içəri, belə fırlanmaq. Görək maraqlarını tapıram. Kafeleri belə yerə qoyublar. Paul burada var. Ataki birinci dəfə görürəm. Həm qabaqda qəribə yerlər var. Avroya sözünü deyirsiniz, buradan heç avroya. Red Bull olacaq. Böyük ehtimal. 99%. Aldım. Öz terminalımı tapmışam, amma içəri çox sıxıcıdır. Heç daha olmur. Hər yeri gəzdim də bildin, yəni. Hər yeri gəzdim. Elədiyim hər şeyi çəkmədən dayana bilmirəm niyəsə. Baxın. Alt maddə dəyməz, amma neyək? Fərqli bir şey. İçəridə sənsə var. Antalya'dayıq. Bir də indi buranı gəzəklərə qiymədik. Çünki hardasa 6-7 saat burada olacağım. Baxın. Nə uzunmuş ya bu? Get tutarım belə. Asla bu qədər yol gəlmişəm belə. Hələ gedəcəm qabaqda da. İndi bilmirəm sadəcə araya etməyəcəm. İnternetim yoxdur. İnternet alacağım, necə bilmirəm. Oradan telefon pasport kontrol edir və bir yerlərə etməyə çalışsam da bilmirəm necə. Çox insan var, düşündüyümdən daha çox insan var. Aslan havalimanında bu qədər insan var. Tam maraqlı, görün də gələcək başıma. İçəri çox böyüdü də. 15 saatlı bayaqda gəlmişik, şey axtarırıq. Biz axtarmağa gedirik deyə yer tapa bilmirik. Daha dedik, qabağımıza çıxan hamıdan sual soruşmuşuq. O qədər az adam var ki, məlumat alabiləcəyimiz, dərəcə də azdır, yəni. Etməyə çalışırıq. Eşəyə çıxsam, videoda olsa birinci andırmışıq da.
Deməli guys, burada McDonald's tapdım. Görün burada Azərbaycan üçün fərqi nə var da. Belə baxıram. Fərqli heç nə görmədim burada. Ona görə bir başqa yerə samaq lazımdır. Burada belə maraqlı bir yer tapdım. İçəridə çoxlu telif oyuncaqlar var. Daha çox SpongeBob'un şeydi içəridə. Yes guys, axır çayımı dəyişdim. Bura hava çox istidir. Dərəcəyə baxmaq üçün böyük mal 20-30'da 20 dərəcədə yuxarıdan başlayan çox istidir bura. O saat 9'dur təxminən. 9'dursa saat 12'ye qədər hətta bir qədər gözləməliyik ki, girə bilək içəri. Amma bu yaxşıyam. Dedim, özümü yeməyə bir şey almalıyam. Biraz da içərini çəkəcəm. Guys, bu yaxın dedim, McDonald's yerəm. McDonald's'ın ən sadə menyusunun qiyməti 30 manatdır. And I decided to eat something from different places. The Relay Turkey diye yerler var burada. Yani bakmayacağım hansısa qiymət normal olsa kullanacağım. Her şey baktığım hani o qiymətə bir dənə sandviç, bir dənə sok 20 manatadır. Onu olacaq da görsən, amma baxmaq istəyirəm hələ içəriyə. İçəridə belədir, burada fərqli uçuşlarda gedirlər ora. Mənimki içəridədir, bu bir tərəfdə. Lazım deyil olsun. Oh my god, mən bilmirdim, biraz dolandırıldım, kim oldu, içəridə manatı liraya dəyişirdim. İnternetə baxdım, 2400 lira göstərdi 100 manat, amma mənə verdilər 1300 nə qədər. So, yarı itirmiş oldum demək olar. There is. Çok görsən amma bir dəyəri yoxdur. 50 manat. Bu qədər. Belə baxıram, doymaq üçün ən yaxşı opsiyon budur. 8.5 euro. Bunlarda var, amma içəridə bu Sezar'da nə deyim, cəzb etmədi deyil məni. Amma doymaq istəyirəm deyə, həm iskisi var deyə böyütmək bu avokadolu sandviç götürəcəm. Yes, aldım. Dediyim elə aldım avokado olanı. Sadəcə bu çənədə olmasa daha yaxşı olar da hət. Neysə. İndi yolda edirəm, biri mənə zağat soruşda saat neçədir. Baxacam necədir, ona işliyor, necə deyəcəm mən bunlara. 15 saat sıradan sonra axıra gəlib yine McDonald's'ın qabağında. Şimdi içəcəm. Çok soğuk. Neyse, sağ ol. Nothing beats a Jet2 holiday. And right now, you can save 50. Allah'tan, çok bayaqdan qalxardıq. Hə, bura çox babaqdır. Gördüyünüzü bayıra eşit, elə bunun bir mərtəbə yuxarısı da var. Orada qalxacaq, tərras edilər bizə. Çox rəhli, çox qəşəngdir yəni. Qiymətlərdə də baxaq necə olur buradan. İçəri çox qəşəng olur da. Bundan sonra bir dəfə gəlmişdi. Ama sadəcə uşaq indi alıb sevməmişdim. Və indi burada gördüm. Orada benim Dubai chocolate var. Ama tequila var. Vurursun. Ama plastik kutudadır. Neyman. Bura uşaqa bildiyiz, yəni sigaret cənnəti, hər şey var da burada. İstədim birinci atama alım, amma dedim nə oldu? Ziyandır. Onun çok maraqlı görsən də, bir dadlı konfetə oxşayırlar belə baxanda. The biggest Toblerone. Biggest demeyeyim de. It was at this moment that he knew he fucked up. Ümumiyyətlə bir şeyin fərqinə vardım ki, buradakı aeroportlar çox maraqlıdır içəridə. Yəni bizim içimiz sıxıcı və yaxud da 2-3 dənə mağazə olan bir şey deyil. Yəni bizdə duty free varsa, burada 25 dənə duty free var da və yaxud da hani hər şey var içəridə və yəni ucu bucağı yoxdur da. So, içəridə sıxılmağa baxma bilir. Ya oturub yatırsan, ya gəzib axtarırsan bence. Orada video edit edirəm, dərs qalmışam, burada cəmaat yatırdı, baxmayın. Starbucks var dediyim o bir tərəfdir buranın. Burada da mən ürəm sıxılır. Əslə atmışam, burada Japon tərzı bir şeylər var. Böyle son gerisini yarıq. Arxada belə samatlarımız buradan çıxır. Guys, burası çox zordur desəm, təcrübünə baxmalısınız. Vata, çox zordur. Guys, soruyorum ha. Çok tadında, üst üste 3 kat pizza koyulmuş. Buna bakın.
Mənzərə də zordur. Все, burada final uçuşumuz davam edir. Yəni axırıncı uçuşumuz gedirilir Şuşaya, Kıbrıs'a. Bir saat uçuşdan sonra Kıbrıs'a görüşərik. Yolda olsa geçədə qoyacaq. Yes, samolyota beləcəyimi düşünmürdüm heç vaxt. Əslində bezməmişəm, qəşəngdir. Yəni hiss olaraq çox sağ olun. Erdoğan Moskova çatmamışam, bu kadar video çekmişim de. Çatandan sonra gör ne kadar olacak da indi. Gördüğünüz gibi arkadaşlar çattı. Hoş bir yerdi. Şöyle Naxçıvana oxşuyur, ne yalan diyeyim. Videomuza devam edirik. Deməli, gəlib burada 15 yox 65 GB-lıq internet paketi aldım. Mənim aldığım ən uzun, ən böyük internet paketi ola bilər də burada. Sonra necə gözləyirəm. Dostuma gözləyirəm ki, burada bilet almağa çalışacaq. Necə etmiyorlar deyə. 10 manata bilet atmışıq bu nəfərə. Yəni yaxşıdır qiymət. 400 liraya verməkdən daha yaxşıdır. Sadəcə danışaq, qərar verək, gedək. Paketimiz düz gedir. Biletimizi də aldıq. 6-15. Yes. Avtobus gözləyir. Bu qapısı sağdan, sonra bildim niyə bu dedim qapısı sağdan açır. Sənə bu trafik burada soldan axır. Dünya qapısı deyilən bir yerə gedirdim mən atdılar burada. Dedim görüm hara gedirəm belə. Yalan gələm maşın vurub mültüqümü yaxacaq yerə. Bu hava qəşəngdir, istidir. Şalvarın hava deyil amma geymək də var. Tarif üçün qaldı deyib. Səhər çəkərəm burasında. Necə görürsən deyə. Tamam. Elbəcə aparır məni harasa geri, Komagenə gedirik. Maraq evi oxşur deyəsən. Qəribədir. Bu şəhərdə də burasını çox xoşladım. Bura qəşəngdir. Nisbətən belə az da olsa da hərəkət edir. Gəlmişik Komagenə. Burada. Poco. Çok alakasız şey aldı. Dark Blue'nu mən axırıncı və Naxçıvanda 9-da oxuyanda görmüşdüm. Plus bizdə bunlardan yoxdur. Var amma qabar belə deyil. Və bu boyda kollardır. Hepsi. Gedirik. Burada maşınlar var qəşəng. BMW'ləri necə görməmişdim. Ən çox istifadə olunan maşın burada Mercedes. Ay Allah, yüzümüzün nuru vursun biraz. Saat burada 7:34. 8:10 məsələ tasları getməliyim bu məsələdə. Saatləri həll eləmək üçün. Tamam, çox gözəldir. Asıl işlər bugün başlayıb deməliyim. Gəlmişəm burada Pop-P'da görüşməyə. San Döviz Bürosu adlı yerə. Sağ orası da cəza olacaq, hələ 19 dəqiqəm var. Görüm nə edirəm. Bura bir yer. Sabırdan çıxıb belə, sonra aşağı edəcəm, arxa tərəfdə universitet var. Universitet adıdır. Uşaqlar, məsələni tapdım. Bura. Bura içəri tapmalıyım. Bırak verdim. Bütün səhətlərimi həll eləmişəm. Tərin suyun içindəyəm. Evet, həll qaçmağı özüm yapmışam. Evin içində zəkətəm.
Xəstəxana axtaram, burada tapa bilməmişim. Olduğum yer göstərirəm, amma olduğum yer deyil əslində. Təzən baxacam, sadəcə bıraq vermişim ki, məlumatları belə sizə ötürüm. Belə, gedirik. Söylə var. Bir dənə işim qaldı. Dolma buldurdum. Yoxdur. Mən düşüb rəngi tərif etmişəm. Bir dənə isti var burada. Yəni Bakıdan belə istidir də. Sadəcə bir çıxır sərin var. Şey. Birinci, səhərin tezdən durub getməməsi də sənət cihazını verdik. Öğrenci belgesi denen bir şey aldı. Keçdik konsolosluğa bilir. İçeri, zırt pırt hamısı qutardı. Bir dənə qaldı əsas konsolosluğun özü. Sabah səhər tezdən qaça yerib onu da alacağım. Ondan sonra işim bitəcək. Hava edirəm evə, tutduğum evə edirəm. Qəşək nənə otağı axşam bir otaqdır. Şirin, sərgəli, sakit yerdə yerləşən, çiləkli, maraqlı bir ev. Ümumiyyətlə evimin yolu maraqlı yerə oxşuyur. Belə bir şeyler var, düşən bayraqlar var, ne görürsünüz. Burada bu var. Nem, bu var. Büyük yaz indirimi var. Terlikler mayola, havlular. Nem, bu var. Hani şəhərin şeyi o qədər qəribədir ki, strukturu. Hər şey çox balacadır. Hər şey miniatürdür. Çox Türkiyə oxşayan bir yanı yox idi. Məncə burada Türkiyə oxşayır. Deməli şu an yolda qalmışam. Evin sahibi düzənməli məlumat verməkdə tapa bilmirəm evi. Google Maps-dən Apple Maps tamam fərqli şeylər göstərir. Gözləyim, cavab versiniz, gedim. Elə yorulmuşam ki. Hər şey görə inəyirəm. Gedim bir banka şey hazırlayayım. Part 1 olarak paylaşacağım çünkü birazdan çıxıb şəhərə gedəcəm. İndi isə evi tapdıq, amma açar yoxdur. İndi yazdım Mr. Mrs. Ülkəyə ki, boxun üstünə görpey var, bu sarı var demiş. Yəqin kim sap boğulub çox, nəsə olub bilmirəm. Görək də, gəlsin evin için göstərim. Uzun yatmaq istəyirəm. Deməli artıq evdəyik uşaqlar. Mən otağım üstünə düşübdür, hər şey burada. Əsas sənətlər və mən məşğullarım. İndi birazdan otaq turu eləyəcəm. Bura bizim giriş qapımız. Buradan girirsiniz, yəni belə kiçik bir şey qarşılayır sizi. Burada məlumatlar verilir. Burada Wi-Fi parolu, Wi-Fi və belə bir masa. Son gəzirik içəri. Burada böyük bir bizim həyətimiz var. Masası var. Yuxarıda su dolur. Masamız burada var. Yəqin ki birazdan oturacam burada. Kuxamız var. Belə hostel kimi bir yerdir. Qəşəngdir məncə. İdeal bir yerdə çay da qoyub düşmək olar. Amma mən birazdan şəhərə çıxacağam onsuz da. Sonra gəlirsiniz belə. Burada iki dənə şey qarşılayır. Burası böyük hamam tuvaletimiz. Burada hamamdır. Burada başqa bir qalır. İstədisə otaqlarda da başqa birlər qalırdı. Lazımlı şeylər yeri və mənim otağım. Mən otağıma gəldiniz belə. Sola baxanda sizi burada aynı qarşılayır. Sonra divarım belə daşlandı. Əşyalarım, hər şeyim burada. Kam temizləyətqam. Bu arada burada çeviricilər yox imiş. Bəyə xatayəsini aldım bundan. Çünki bu birbaşa girmədi. Deməli uşaq yatıb qalmışam cənazaladı. Göz çıxıb şəhərə gedəcəkdi. Bugün səhərin tezindən axşama qədər bir dənə çıxıb tüşlərin olduğu ülkər qofreti yemişəm püsrət. Bir də yalandan qazoz almışım özümə oydu. İndi çıxıram burada şəhər içərisinə. Baxım necə dedilər ki, fərqimətdir burada ehtiyatlı ol. Türkiyəni belə tənha yerlərinə oxşur da. Yəni güvənlik baxımından çox da yaxşı yer deyilmiş bura. Onun üçün mərkəzi tez edib nəsə alıb evə qayıtmalıyam çünki başıma gəlməyini istəmirəm. Daha çox buranı səhər vaxtı kəşf edirəm. Düz illər elə yalan deyib, axşam vaxtı buralar gələcək yer deyil. Saat elə 8-dir, hər yerindən bağlanıbdır. Gedim cümlə tapıram, qabaqda bir dənə dönər yerinə axşar bir şey var. Guys, Hatay dürüm aldım, qolum boydadır, yəni gedib onu göstərəcəm sizə orada. Mağazin var idi burada açıq, içəridə biraz fərqli istilər var, sonradan alacağım, görüm nə içə bilərəm bir fərqli bir şeylər. Onları sineyim. Mağazin tək fərqli tapdığım şey Filistin'in Qərbi Nadalı əjdaha meyvəli olan idi. Bir də şey aldım, pestolu cipsi 50 liraya. Bu cipslər bayağı çox ucuzdur, yəni lokal marketdə yedim daha ucuzlar nisbət albillərindən. Yəni qəşəngdir belə. Bura əslində mərkəzi yerdir, sıfırlanmaq istəyərdim, amma sadəcə biraz narahat olmaya lazım deyil, sabah baxardım. Yenə qayıtır, mükəmməl malikənimə. Dediyim o qol boyda dediyim düğümü və bu nasıl yazıq gözləm. Rəngim dəyişdim, burada ayranımız var. Sonra acı burger var və bu. Guys, içi də görsən. Guys, çox zor. Bunlar dönlərlə çörəyə qarışdırırlar. Böyle masaya falan içinde bayağı dolu verir. Bildiğimiz böyle koyacak bir şey de.
uşaq olarsa oldu. Deməli, mən dən paltarlarımı qoyum. Sonra qurusun. Necə mədə? Paltarımı qoydum yolsun, sonra qurusun. Səhərə gəldim, yəqin ki, 9-10 saat vardı quruyar. Qurumadı. Bundan çıxmışam ki, ev paltarında. Səhər məsələni həll edeyim, deyə özümdən toplanmalıyım. Burada hababam sınıfın mağazına bilirsən, səhərliyəsə. Amma qəşəydi. Allahdan gedəcəyim yer. Yəni çox yaxındadır da. Təxmini 5-6 dəqiqə tutacam. Evimdə yaxşı yaxın yerdəymiş. Yes guys, уже demək olar ki, sənədlərimin hamısı bitdi. Sabah İstanbul'a tuturam enerjindən. Sadəcə çox həyecanlıydım ki, bu prosedurun hamısını bitirə bilməyəcəmdir. Çünki işə günə çatdırmaq bəzən çətin olur bunları. Yəni qaça-qaça yerdim, getdim qapının ağzını tutdum, hamısını həll elədim. Yeni mən və yeni Azərə manisi. Bura mahnı qoyacam. Elsivaki var, deyirəm Elsivakiyə baxam. Sonra burada gəlsəm də buraları. Desniyə qışqırır, bütücü səs çoxluğuna mahnı qolasam. Institut var, Collins var qarşıda. Axı Burger King var, hər şey yeməmişəm. İnşallah azaram da birazdan yenə gəlirəm. Guys, salam, deməli gəlmişik burada. Kaliforniya adlı bir dənə, Kaliforniya restoran adlı bir yer, bilmişik səhər yeməyinə. Yeməklər buradadır. Gözləyirəm ki, gəlsinlər, sifarişini götürsünlər. Ətrafa götürəcəm sizə. Aldığım yer buradır, sadəcə buranı çəkirəm. Çünki zərət qeyri lazımdır mənə. Zərət qeyridən yapışaq buradadır. Bura gələndən bəri ilk dəfə səhər yeməyi yeyirəm belə. Çayımda götürəcəklər və onu basacam. Guys, açıq ara edeyim. Ən zor yemək, səhər yeməklə biri idi bu. İçəridə də yudamanı soxur. Aldığım yer çox qəşəydi məhlə olaraq. Yəni belə boşluqdur. Aldığım istiqamət bu bir tərəf olacaq indi. Burada qəşəng binalar falan var, göstərəcəm hamısını sizə. Burası evdə çox şirindir, bunu deyirdim. Böyle. Nə böyle? Zamanla o qədər belə danışmışam ki, bilən böyle deyirəm hər şeyə. Minecraft'da binanı biz belə tişir deyə, ensiz, balaca və mırta oynamaq üçün Minecraft evlərinə oxşayır bura. Guess what? Guess what? İstanbul artıq rahat formada gedə bilərik. Videonun vlogu paylaşacağım, vlog qalıbdır. Onu paylaşandan sonra siz böyük ihtimal videonun birinci partına baxmış olursunuz bu hissədə. Hə, gelin bu sənədi qoyma və səmədanımı yığım, hər şeyimi hazır edeyim. Avtobus terminalına, oradan yiyəcəm sizə. Samarida. Yeni mən gedirəm bu səfər son gün olduğu üçün burada özümə hədiyəli bir şey istəyirəm, xatir olaraq saxlamağa. Görün burada harda hədiyəli bir şeyləri var, yəni kiçik bir şey də var, yəni buranı, Lefkoşanı, Kıbrıs'ı yada saxlayacaq bir şey olsa da var. Gedirəm axtaram. Burada qəribə bazar üçün bir yer tapdım. Böyle hədiyəlik yer qalxışırırsınız, taxa bilərəm hepsini. Girib baxacam. Guys, biraz tez attım özüm üçün hədiyəlik şeyləri. Kıbrıs'ın bu magneti, bir də pivə qapağı açandan belə sunkaya bağlayacağım bir şey. Məncə qəşəkdir ikisi də. İçindən toplam 100 lira verdim, yəni bizim pulan 4 manat, 5 manat kimi bir şeylər ikən. Yəni çox yaxşıdır əslində. İndi olduğum yerin bir məhlə aşağısındayım. Qabaqda fərqli yerləri var. Məncə nə taparam çeşməyə əslində. Normal seçim falan da yoxdur, belə görəm, neyirəm. Şəhərin qayda mərkəz hissələri belədir. Getdiyim yer çox qəşəngdir. İçəridə bir-iki belə çəkdim, şəkil çəkdim, özüm çəkdirdim vaxtında. Buradan xatirə edən çəkimim qalacaq. Qayıdıram evə, beşlərimi yığam, biraz dincələm. Evdəki xalayla dayı demişdik ki, gələrsən, qonaq olarsan, yemək yeyəsən bir yerdə. Görün nə olur, davam edin. Güya evdən çıxmamışdan qabaq, akşam bir-iki dəqiqə gözümüm yatım biraz, onun qaçdım da en azından. Saata baxdım ki, 12:30, yarım saatlıq yolu 11 dəqiqə qaça-qaça etmişəm, asam avtobusa. Və qaçdığım üçün ürəyim bulanır, ayarlar var. Dedim içəri, bu iPhone çatdıq. Samaricimiz saat 5-dədir. Görəndə yer baxmışaq. Esasımız başımız dağılıbdır, bütün prosedurlar hamısını keçdik yenə. Qalıbdır terminalını tapmaq. Bundan yine hava limanına köy olmaq məcburiyyətindədir. Fransın, Rəzrəm, yenə sızla verəm, yenə gedib
7-8 manatı yarım çelik olur. Şuradan su geçmeye koymurlar. Burada da 105 milyon salır. Terminalını tapdım. Dedim yuxarı qalxan üçün yuxarıdaymış. Burada yanında dedi. Uçuşuma təxmini 2 saat var böyük mü? İyi, oturup gözləyəcəm.